Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz də çıxmışdıq biraz market bazarlığına. Qızlar getdik, biraz gəzdik. Bu aralar havalar çox gözəldir. Həddindən artıq ən sevdiyim yaz havasıdır. Burada da biraz getdik, bazarlıq elədik, market alış-verişi, bir-iki xırda-mırda şeylər. Burada da mənimkilərdir. Mən abur-cubur almasam evə gələ bilmirəm. Elə bir özümü narahat hiss edirəm. Neyniyim qızlar? Ha, özümə söz verirəm ki də almayacağam, amma olmur. Orada da aldığım persoldur o birisi də. Mən çay dəsmallarını onunla qaynadıram. Çox qəşəng, yəni keyfiyyətli olur. Belə burada da lavaşdır, göyərtidir, turşu lavaşıdır. Bunu da neçə vaxt istəyirdim, ona görə almaq istədim. Portağaldır, bir də ki, qaynanam qoz ləpəsi aldı. Çəkiliş etmişdim sizlər üçün. Novruz bayramı gəlir bilirsiniz qabaqdan. Ona görə qaynanam alır indidən ki, sonra çox baha olur. İndi də bahadır, amma həmin vaxtlar vapşı baha olur. Allah hamının kömək olsun. Burada da qaynanam bizim üçün lavaşdan börək hazırladı. Çox rahat bir şeydir. Resept qızlar verə bilməyəcəm, bəlli bir resept. YouTube'dan biz də götürmüşük. Yəni istəsəz siz də YouTube'dan baxıb hazırlaya bilərsiniz. Lavaşdandır, hazır, yəni pratik bir şeydir. Yəni çox rahatdır. Asandır bir sözlə. Yəni asan atışdırmalıq. Ən gözəli. Yəni istəsəz YouTube'dan girib baxıb hazırlaya bilərsiniz. Çox asan bir şeydir. Qaynanam öz dində hazırlayanda görəsiz, çəkmişəm sizlər üçün. Yəni rahatdır. Kim istəsə edə bilər. Və qızlar, sabahları bilirsiniz ki 8 martdır. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxtlik arzu edirəm. Bütün qadınlara, bütün kanalımda olan analara, bacılara hamısını buradan təbrik edirəm. Analarımızın əllərindən öpürəm. Allah hər birinə can sağlığı versin. Xanımlarımıza da xoşbəxtlik arzu edirəm. Ailənizdə hər zaman xoşbəxt olasınız, sevib seviləsiniz. Qadına nə yaraşır, sevilmək yaraşır. Hər zaman həyatınızda sevgi olsun xanımlar. Hər zaman sevib seviləsiniz. Heç zaman bu həyatda necə deyim, o xoşbəxtlikdən məhrum olmayasınız. Və övladı olmayan xanımlara Allahdan övlad nəsib etsin. İnşallah ki, necə deyim, o analıq hissi bilmirəm, yəni mən də bilmirəm. Allah hamıya nəsib etsin, mən də onların içində. O analıq hissini Allah bütün xanımlara yaşatsın. Görürük, yaxşı bir hissi deyirlər. Allah bütün xanımlara nəsib etsin. İnşallah heç kimi o barədə sınağa çəkməsin. Bu həyatda hər şey tamam olar, hər şey həll olar. Amma düşünürəm ki, insan ən çox yarım qaldığı övladdır məncə. Allah heç kimi o yarımı yaşatmasın. Heç kimi övladla sınağa çəkməsin, övladı ilə sınağı etməsin. Allahdan bütün xanımlara o hissi yaşatsın. İnşallah ki, bu gözəl qabaqdan gəlir Ramazan ayı. Bu gözəl ayda bütün xanımlara övlad nəsib etsin. İnşallah Allah hamının dualarını qəbul etsin. Bilirsiniz, mən də yeni evliyəm, amma yenə də hər zaman insan o şeyi gözləyir, o hissi, o anı gözləyir ki, ana olsun. Mən buradan bütün böyüklərimizdən üzr istəyirəm. Mən də istəyərəm ki, mənim də övladım olsun. Kim istəməz? Övlad elə bir şeydir ki, onu hər kəs məncə istəyir, hər kəs də ürəyindən keçirir. Allah o 20 il, 15 il, 30 il, 5 il, 10 il, 3 il, kim yəni nə qədərsə gözü yolda olan xanımlar var. Allah onları tezliklə sevindirsin. Heç kimi övlad, yəni sarıdan heç kimi peşman etməsin. Heç kimi o yolda tək qoymasın. Həqiqətən ağırdır, bilirəm. Nə qədər xanımlar var ki, o barədə əziyyət çəkirlər. Müalicələr elətdirirlər, dərmanlar içirlər, həkimlərə gedirlər. Həm can gedir, həm sağlıq gedir, həm maddiyyat tələb edir. Başa düşürəm, amma çətindir. Allah heç kimə yaşatmasın. Yenə deyirəm, heç bir xanımı qucağın boş qoymasın inşallah. Belə qızlar, təbrik edirəm bir daha sizləri. İnşallah ki, dediyim kimi, həyatınızda həmişə sevilin, sevib, sevilin. Hər zaman xoş günləriniz olsun. Hər zaman qadın, necə deyim, xoşbəxtliyi arzu edirəm hər birinizə. Və buradan da öz anamı, başda qaynanam və anam olmaqla hər birini təbrik edirəm. Allah onlara da uzun ömür, can sağlığı versin. Və qohumlarımızda olan xanımları, hamısını buradan təbrik edirəm. Məni izləyən, izləməyən hamısını təbrik edirəm. Hamısına qadın xoşbəxtliyi arzu edirəm. Bu həyatda düşünürəm ki, qadını ən gözəl edən onun
sevgisidir, ona verilən sevgidir, ona göstərilən nəvaziş və qayğıdır. Allah hər zaman həyatınızda sevgi və nəvaziş və qayğı etsin. Heç kimi bundan məhrum etməsin. Düşünürəm ki, qadın sevildikcə daha gözəl olur. Ona görə bunu ən çox sizə arzu edirəm qızlar. Bizim üçün, yəni düşünürəm ki, qadınlar üçün hədiyyə, maddiyyat, var dövlət o qədər də yəni dəyərli deyil. O təbii ki, hər bir xanıma aid deyil bu. Yəni ki, bizim kimi qadınlara, mənim izləyicilərim də bilirəm ki, elədilər. Onlara maddiyyat, pul, var dövlət o qədər də önəmli deyil. Əsas olan yoldaşının onu sevməsidir, ona xoş söz deməsidir. Allah hər zaman o xoş sözü sizin qulağınızdan heç zaman əksik etməsin qızlar. Hər zaman o sözü eşidəsiz. Xanımlar düşünürəm ki, ən gözəli yəni sevməkdir. Hədiyyə falan hamısı boş şeydir. Təbii ki, bu özəl günlərdir sadəcə olaraq, amma qadın düşünürəm ki, hər zaman diqqət gözləyir, diqqət, sevgi tələb edir. Bu tək bu gün olmasın, hər zaman həyatınızda olsun. Yəni sırf 8 martdır deyə onu almayasınız. Hər zaman o diqqəti, qayğını, sevgini görəsiniz. Bunları arzu edirəm sizə. Bir daha təbrik edirəm sizləri. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiz. Hər birinizi ayrı-ayrılıqda təbrik edirəm, ayrı-ayrılıqda öpürəm. İnşallah ki, yenə deyirəm, hər zaman sevib seviləsiniz qızlar. Və bu arada da mənə də əgər hədiyyə olaraq istəyirsinizsə, videomu bəyənməyi və videolarımı bəyənib kanalıma da abunə olmağı unutmayın. Belə, sobamızı da yandırdım. Belə börəyimiz də hazırdır. İndi sobaya verək bişsin. Dediyim kimi sizlər də hazırlayın, nuş edin, çox asandır. Maksimum 20 dəqiqə ərzində, 20 dəqiqə, yox, səhv etmirəmsə 15 dəqiqə 280 dərəcədə mən bişirdim. Çox rahatdır. Yəni dediyim kimi tez pişir, çünki içindəkilər adi göyərtidir, hazır lavaşdır, bir də ki pendirdir. Düşünürəm çox, yəni nə? Əsas odur ki, altı və üzəri biraz qızarsın, ondan sonra götürə bilərsiniz. Və qızlar, bu tripodumu da yadınızdadırsa əgər keçən il yox, daha doğrusu 3-4 ay bundan qabaq sizlərlə bir yerdə almışdım. Amma bunun burası qırılmışdı, yəni telefonu qoya bilmirdim. Bunu mən gətirdim, kley ilə bir təhər yapışdırdım. Burasına da çöp qoymuşam ki, onu tutsun. Onunla bir yerdə yapışdırmışam. Düzdür, indi aşağı gəlmir, amma sadəcə rezinlə də belə bağlamışam və qəti məni yola versin. Və bu arada da mənim bilirsiniz ki, evimiz vlog kanalı bacımız hədiyyə eləmişdi. Amma mən onu gedib heç cür götürə bilmədim. Qızlar, imkan olmadı heç cür. Məsafə uzaqlığı olduğu üçün mən onu gedib heç cür oradan götürə bilmədim. Ona görə də xanıma yazım da dedim ki, bacımıza ki, götür, özün işlət, halal xoşun olsun. Elə bil ki, almısan, mən də istifadə eləmişəm, o mənə gəlib çatıb, narahat olma. Bunu da açıqlamasını verim. Sonra deyəcəklər ki, bilirəm ki, deyəcəklər ki, bəs sənə almışdı, vermədi, bu da odur. Yəni mən özüm demişəm ki, getsin götürsün. O hələ neçə dəfə dedi ki, qalsın, istəmirsən, yəni qalsın, haçan yolunu düşər götürərsən. Mən dedim ki, yox, get özün götür, istifadə elə. Zaten qaynanın dükanındaydı. Yəni ki, özlərində idi də belə bir sözlə. Sadəcə mən dedim ki, yəni narahat olma, götür, istifadə elə. Onun da tripodu qırılmışdı deyə. Həm nə qədər dedim, ilk başda razı olmadı, amma sonunca da mən çox şeylədim ki, narahat olma, götür. Belə qızlar, börəyimiz də hazırdır. Göz haqqınızı halal edin bu arada. Və qızlar, bu da mənim 8 mart hədiyyəm. Düzdür, bir gün öncə olmuş şeydir. Sabah da hələ 8 mart. Amma mənim yoldaşımın vaxtı olmadığı üçün, işdə olduğu üçün, yəni ki, o çox vaxt evdə olmur. Düzdür, sabah iş gün deyil, amma əlavə iş olduğu üçün, yəni evdə tapılmır heç demək olar. Ona görə bu günləri eləyib ki, yəni hədiyyə gətirdi ki, yox, yəni ki, mənim vaxtım olmaz birdən sabah. Ona görə qızlar bir gün öncədən mənə hədiyyə etdi. Sağ olsun. Buradan da ona öz təşəkkürümü bildirirəm. Allah ondan razı olsun. Və yaxşı ki var və yaxşı ki mənim həyat yoldaşımdır. Hər zaman yanımda olsun. Və bu arada qızlar, mən bu qız bu telefonu alan kimi xeyirli olsunu etdi də qızlar. Əlimdən saldım yerə. Ekranı görürsünüz ki, 2 dənə xətt düşüb. Ekran düzdür, üzdüydü. Üzdüyünü çəkdirib gətirmişdi. Sağ olsun, gəl çəkdirib gətirmişdi. Mən qızlar bilmirəm nə, axır vaxtlar yaman topallaşmışam. Hər şey əlimdən düşür, hər şey əlimdən salıram. Bilmirəm nədir bu. Ona görə yaxşı ki, üzdüyü var. Dediyin deyib yox qalsın. Yolum düşəndə aparıb üzdüyünü dəyişərəm. Düzdür, 2 dənə balaca belə nöqtədir, amma yenə də narahatçılıq doğurur. Heç nə deyək. Alan kimi öz gözüm dəydi telefonuma. Bəzən bunu deyirəm, qaynanam gülür ki, niyə elə deyirsən? Ax, sənin gözündə yoxdur, deyirəm, yox. Desən elə öz gözüm dəydi.
Hə, belə qızlar. Burada da sonra yoldaşım pul vermişdi ki, ondan öncə, yəni telefona heç xəbərim yox idi. Sonra pul vermişdi ki, özünə nə istəsən alarsan. Mən də belə getdim, özümə üzük aldım, gümüş üzük. Bir də ki, sep almışam. Sep adımla bağlıdır. Yəni adımı aldım. Çoxdan da istəyirdim ki, öz adımdan bir sepim olsun, amma heç cür qismət olmurdu. Bu da qızlar mənim adımdan olan sepdir. Ha adımı gizlədim, heç cür alınmadı. Görənlər olsa xahiş edirəm, adımı deməyin, yoldaşım məni öldürəcək. Nə qədər şey elədim ki, yox çalışacağım görünməsin, amma yenə də istər-istəməz görünüb. Bilənlər də xahiş edirəm, deməyin, biabır eləməyin məni. Qızlar, ha çalışdım, gördü, belə göstərməyim, amma heç cür alınmadı. Nəysə, eybi yox. Belə qızlar, sep aldım, üzük aldım. Bu da mənə qaynanam günün hədiyyəsidir. Allah onların da canlarını sağ edəsin. Çox sağ olsunlar ki, unutmadılar mənim bu gündə. Buradan qaynanamı da təbrik edirəm bu gözəl münasibət günü ilə. Ona da Allah qadın xoşbəxtliyi arzu edirəm. Ona da Allah can sağlığı versin. Yaxşı ki var, yaxşı ki bizim mamamızdır. Yoldaşımın mamasıdır. Mənim böyüyümdür, hörmət edirəm hər zaman. Yəni belə. O da mənim üçün belə bir ətrədiyyə eləyib, heç xəbərim yox idi. Səhər-səhər gətirib verib ki, birdən sabahları o padurqalarla falan gəzməyə gedəcəklər onlar 8 marta görə. Özləri qeyd eləyirlər. Ona görə bizə dedi ki, heç bir şey etməyin, əziyyət çəkməyin. Mən prosto, o bilir ki, mən heç yerə çıxmıram falan, gedib eləmirəm. Ona görə mənə belə bir hədiyyə alıb. Səhər gördüm gətirib, təbrik elədi. Mən də onu təbrik elədim. İndi deyəcəksiniz ki, siz ona nəsə almamısınız. Qızlar özü istəmədi. Nə qədər elədi, nə elədi, istəmədi. Yoldaşıma dedim gül alsın. Gülü belə istəmədi. O dedi ki, gül istəmirəm. Hə qızlar, yəni ki, nə gülə razı olmur, nə pula razı olmur, heç bir şey istəmir. Amma mən yenə də demişəm, haçan nə vaxtsa çıxsam bayıra, ona mütləq ki, hədiyyəsini alacağam. Sadəcə olaraq mən yoldaşım icazə vermir. Özünüz də görürsünüz ki, hara gedirəm, qaynanamla gedirəm, tək getmirəm. Ona görə indi inşallah ki, nə zamansa ya trend yoldan zakaz eləyərəm, ya indi özüm buralardan görüm nəsə etsəm, 100% ki, edəcəm. Onsuz da o gedib keçirəcək 8 martını qızlarla, padurqalarla. Ona görə heç istəmir. Deyir ki, onsuz da mən gedib keçirəcəm, qeyd edəcəm. Sən prosto heç yerə çıxmırsan. Ona görə mən sənə bir, necə deyim, qaynana hədiyyəsi almalıydım, aldı. Sağ olsun, var olsun. Minnətdaram buradan ona da ki, məni unutmadı. Belə, Allah can sağlığı versin bütün valideynlərə. Belə qızlar, səsimi burada sonlandırıram. İnşallah ki, bura qədər sevərək, bəyənərək izlədiniz. Bir daha təbrik edirəm hər birinizi. Növbəti vloglarda, növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.